Qarabağ. Bir ay sonra. Bir aya yaxın çəkən yağışlar bir gecə qara çevrilir. Səhər hər tərəf ağ bir örtüyə bürünür. Sultan Əbu Səid qalxıb soyuq çadırda gərnəşir. Yorğanı üstündən atıb isti paltar geyinir. Yaxasına, ətəyinə, qollarına samur fəzi tikilmiş Xorasan kürsünə bürünüb çadırdan çıxır. Yanıyla onu kölgə kimi izləyən adamlara əhəmiyyət vermədən yeriyir. Ordugahın arasında iri bir şeyin üstünə qar yatıb və nə olduğu bilinmir. Bu nədir belə? Fildir Sultanı Əzəm ölüb. Fil ölüb? Bəli, o isti yerin heyvanıdır. Qarabağın soyuğuna dözmədi. Soyuğuna yox, acılığa. Bütün günahlar səndədir vəzir. Məni bu tələyə salan sənsən. Qarabağda vermirdik. Babamın iynə almağa gəlirdim. İndi fil leşinin iynələri. Səltənətdə sən məhv elədin. Saray xatunu Əbu Səidin çadırına gətirən, sonra sultanın qulağına pıçıldayan vəzirin o sözdən sonra dişi dişinə dəyir. Soyuq da təsirini göstərir. O, Xorasanda belə soyuq görməyib. 3 gün dalbadal əsən külək birdən-birə qar götürür. Nə oldu elçilər? Elçilər əli boş qayıdı bəla həzrət. Necə? Qarabağı da, Azərbaycanı da, İraqi Əcəmi, İraqi Ərəbi, lap rey də veririk. Uzun Əsənin gözü doymur. O ki bizdən bir buranı istəyirdi. Yox deyib durub. Ordugahdakı çadırlardan çıxan yoxdur. Sultan elə bilir ki, qoşundan salamat qalanlar da onu tərk edib. Çadırlardan birinə girir, səsini çıxartmış. Silahlı əlbəsəli oturub yuxuya gedənlərdən biri yerindən qımıldamış. Vəzir qışqırır. Sultanı görmürsünüz? Heç kimdən səs çıxmır. Vəzir qapının yanında oturan əskəri təpiyi ilə itələyir. Əskər yıxılır, başından dəbilqə düşüb, o biri əskərin sinəsindəki qalxan şəkilli zirehə dəyib cincildəyir. Amma nə yıxılan, nə də onun toxunduğu qımıldanırlar. Sultan Əzəm çıxın buradan və bax. Sultan geri qayıdır. Ölənlər də, xəstələr də dərhal yandırılsın. Baş üstə. Odun yoxdur, Sultan Əzəm. Əbu Səid çadırına qayıdır. Əmir bəhsaları çağırıb qulağına nəsə pıçıldayır. O çıxır. Vəzir sultanı danışdırmaq istəyir, amma onun danışmağa həvəsi qalmır. Birazdan əmir bəhsalar 5 nəfər silahlı əskərlə çadıra girir. Vəzir deyəsən bütün bunların onun əleyhinə olduğunu görüb, gah əmir bəhsalara, gah da sultana baxır. Özü qız kimi olsa da gözləri yerindən oynayır. O tərəf, bu tərəfə qaçır. Sultan üzünü əmir bəhsalara çevirir. Deyəsən, vəzirimiz məşhur nəsildəndir. Bəli, Sultanı Əzəm barmaqçilərdənəm. Yalan desən də, inanırıq. Barmakilərin kökü çoxdan kəsilib. Bir də onlar belə ağılsız məsləhət verməzdilər. Hər halda əsilzadəsən. Sultan bu sözdən sonra taxtının yanından asılmış yayını götürüb baxır. Ucları ceyran boynuzundan düzəlmişdir. Qazağı qızıldandı. Bu heyifdir. Bir yay gətirin, kirişi yoğun olsun. Vəzir sultanın qabağında diz üstə çöküb ona tərəf sürünür. Sultanı Əzəm, mən bütün qara qoyunlu mülkünü
öz mülklərimizə qatmaq üçün belə məsləhət vermişəm. Mənə rəhminiz gəlsin. Mən sizə həmişə sədaqətlə qulluq etmişəm. Şirvanşaha göndərdiyim elçilər qayıtsın, hər şey yaxşı olacaq, inandırıram sizi. Şirvanşah? Nə vaxt göndərmisən? Bir həftədir bu gün gələcək. Sultan çadırın açıq qapısından baxır. Görür ki, bir atlı çapa-çapa gəlir. Atdan buh qalxır. Onun ata baxıllıqdır. Sultan düşünür. Gör necə canı istidir ki, buğlanır. Mən bu qədər paltarın içində donuram. Atlı gəlib çadırın yanında yəhərdən aşırılır. Gəldi elçi, gəldi elçi. Göndərin gəlsin. Elçini çağırırlar. O içəri girib əlini döşünə qoyub baş əyir. De görək, nə xəbərlə gəlmisən? Bəd xəbərlə gəlmişəm Sultan Əzəm. Şirvanşah Hanı məktubu? Sultan Əzəm məktubu da yazmağı lazım bilmədi. Bir cavabı buyurdu. Dedi ki, bəs mən Sultan Əbu Səid Həzrətlərinə həmişə kömək eləmək istəyirdim. Babam da onun babasının sayəsində hökm sürmüşdü, amma qorxuram. Sultan Həsən məktub yazıb. Yazıb ki, baban Şeyx İbrahim Əmir Teymura hədiyyənin hamısını 9 dənə aparmışdı. Onu 8. Əmir Teymur soruşanda ki, bu niyə 8'di demişdi, mən də 9'uncu. İndi nə Əbu Səid Teymur ləngdir, nə sən Şeyx İbrahim. Ona ərzaq göndərsən, qoşun versən, kömək eləsən, Şirvanı yerlə yeksan edəcəyəm. Sən azadsan. Elçi gedir. Vəzirin rəngi çadırın parçası kimi ağarır. Bu vaxt yay dalınca gedən əskər qayıdır. Sultan əmiri pəhzalara işarə edir. Elə mənim gözümün qabağında, qədim adətimizlə, yayın kirişi ilə. Qoy bu satqın mənim ölümümü yox, mən onun ölümünü görüm. Əmiri pəhzalar əskərlərə işarə edir. İkisi vəzirin qollarını vurur. Əmiri pəhzalar arxa tərəfində dayanıb yayın kirişini onun ulğumuna söykür. Yayın əyri uclarından tutub var gücü ilə özünə tərəf dartır. Vəzirin gözləri hədəqəsindən çıxıb çevrilir. Bir neçə andan sonra qolları boşalır, rəngi qaralır. Vəzir ölür.